1956-cı ildə İrəvan xanlığı Qəmərli rayonu Qaraqoyunlu kəndi. Ermənilər dəyişdirib Artaşat rayonu Mıxçıyan kəndi sayılırdı. Orada anadan olmuşam. Atam Novruzov Abbas Məhəmmədoğlu və anam Həsənova Zəhrə Allahverdi qızı. Onlar məhz bu Qaraqoyunlu kəndində doğulublar. Orada böyüyüblər və 48-ci il Azərbaycanlılar deportasiya olub köçəndə bizim ailəmiz indiki Beyləqan rayonuna, bunu anam mənə çox ətraflı danışıbdı. Necə zülmlə, nələrə onlar məruz qalıblar bu illərdə danışıb. Bu kənddən çıxanda anam danışırdı. Ahali ki, hamısına qol çəkdirirlər ki, öz xoşluğumuzla, öz istəyimizlə Azərbaycana, öz millətimizə, nəsə belə köçməyə razılıq veririk bu şərtlə. Və evlərin də dəyərində o vaxtı heç pulun dəyəri yox idi. Şəxsən bizim evimizə babam bir xalça, bahalı xalça olubdu. İndi ölçüsü də çox böyük yox. Anam dedi ki, püktülər, vaqonda aparmışdılar özləri ilə köçürdükləri yerə. Bir evin dəyərinə, əvəzinə bir xalça düşmüşdü. Əşyalardansa isə buxçaya indi cəmaatı elə bir qoyun sürüsü kimi, ondan da betər gündə basırdılar vaqonlara, qoca, uşaq, gəlin, kimi necə mindirə bildilər, vaqonlara basıb, qaplarını bağladılar və qatar yola düşdü. Yolda isə heç su da yox idi içməyə, cəmaat özündən indi götürən götürmüşdü, götürməyən götürməmişdi və çox adam, qatar çox ləng gedirdi, anam deyir, isti idi. Yay vaxtı olubdu, isti, anam köçən vaxtı isti idi. Cəmaatın heç nəfəsi çatılmayan kim, zəif olanlar. Qatar dayananda, indi anam deyir, orada duran hərbi formada girirdilər qatarları yoxlamağa. O ölüləri heç, yəni görürlər ki, bu adam artıq meyitdir. Bu meyitləri əlindən, ayağından tutub tulluyurdular vaqondan aşağı. Elə qalırdılar, elə o yerdə. Qatar yolunun kənarında, sağında, solunda və qatar yolunu davam edirdi. Belə əziyyətlə gəlib çatırlar. Jdanov onda deyilirdi, Beyləqana. Kanaldan cəmaat suyu götürüb, duruldub istifadə edirdi. Orada dağ ətəyində bu kənddə yaşayan adamların əksi idi. Orada yaylaqlar, bulaq suları, dağ ətəyi, qarın, yəni biz Ağrı dağın zirvəsini görürdük, dağ ətəyi idi. Amma bütün başqa deportasiya olunlardan fərqli olaraq, mənim atam Novruzov Abbas, o müqavilənin bəndində ki, geri qayıda bilərsiniz, onu irad tutub, qayıdıb təzədən artıq 1953-cü, 54-cü illərdə qayıdıb öz kəndinə və kəndin sədrinə yaxınlaşıb ki, mən qayıtmışam və öz yurdumda yaşamaq fikrim var. Ata evlərini onlara qaytarmırlar ki, bu evlər artıq sizin sayılmır. Başqa ev çatmayan ermənilərlə bir yerdə atam, anam və böyük, ailənin böyük evladı Süleyman, hansı ki dünyadan köçüb indi, yeri cənnət olsun. Bu bir otaqda, tövlə sayılan, şəraitsiz bir otaqda
növbə gözləyiblər ki, bunlara torpaq sahəsi ayrılsın. Azərbaycanlıların evlərinə bir qismi o dağlardan, dağlı o daşnaq belə Azərbaycanlılara nifrətlə dolu ermənilər idi. İrandan gələn ermənilər var idi ki, onları da ermənilər özü, onların qan qohumları idi. Bacı, qardaş, əmi, özləri əlaqə yaradırdılar və çağırırdılar, gəlin. Səbəbi nə idi? Oradan gələnlər zəngin gəlirdilər. O vaxt şahın dövrü idi və İran çox zəngin, inkişaf eləmiş, hətta onların geyimi də mən baxırdım, qısa yubqalar, şalvarlar, onların tam, yəni elə bil Avropa stilli, Amerika ilə də o dövr İran şah yaxınlıq var idi, hətta ora təhsil almağa və ilaxır. Ona görə onlara axbar deyirdilər. Sanki axber qardaş deməkdir. Axbar kimi o təbəqəni axbar çağırırlar, İrandan köçüb gələnləri. Onlar da gəlib bu mühiti, bu şəraiti görəndə sərvət gətiriblər və bu sərvət qalıb əllərində. İcazə yoxdur axır bunu istehsal etməyə, artırmağa. Gətirmirsən, çox yaxşı. İndi mən xatırlayıram ki, komisyon mağazalar deyirdilər. Başqa şəhərlərdə komisyon işlənilmiş, köhnə nəsə belə paltarlar olurdu. Amma Yerevanda komisyon sırf bu İranlıların gətirdiyi nadir, heç harda olmayan paltarlar satılırdı. Parçalar var idi. Belə, yəni cürəbəcür, çox bahalı, zər, lal cavahir olan parçalar. Sonra, məsələn, bizim qonşumuz, özləri yerli əhali idi. Amma qızı ailə qurdu bu axbarla. O özü ayaqqabı fabriki işlədirmiş və Yerevanda Nairi ayaqqabı fabrikasını açdı. Yəni orada işə düzəldi də. Bütün bu qəlibləri nədir? Orada baş bir idarə edən kimin bu ayaqqabı istehsalını həmən bu oğlan, bu kürəkən orada reysə qoydu. Çox gözəl bu Nairi ayaqqabıları biz alırdıq və istifadə edirdik. Rüzgar xanım, sizin bayaq bir söz edirsiniz ki, bizim baba yurdumuz Amasya'da olan seyitlər olub. Siz oraya qayıtmaq haqqınız var, onunla bağlı deyək. Bəli. Buyurun deyin. Yəni, mən anam söylədiyi kimi İrəvan xanlığının Amasya bölgəsində ana nənəm Ağca, orada əmiləri, neçə qardaş olublar, dəqiq mən deyə bilmərəm. Bir əmisi Qaraçantaydı kəndin adı belə təxmini xatırlayıram. Orada Seyid ocağı, Seyid Həsən adı idi, Həsən idi, Seyid Həsən. Anam deyir, yuxuda buna bu verilibdi. Səhər durub ki, orada kümbəz, ocaq yanır və o qədər kərəmətli ocaq idi ki, hətta biz orada, yəni o ocağa gələn naümid qayıtmazdı belə. O biri əmisi isə deyəsən rayonda uzun illər prokuror işləyibdi. Prokuror da Nikolayın dövrüydü. O savadı ancaq Rusiyada, rus dilində savad alanlar və mən hörmətli Şeyxülislam Paşazədəyə məktub ünvanlamışam və bütün dünya İslam təşkilatları nümayəndələrindən təqidlə xahiş edirəm və təqid edirəm ki, babalarımın ocağında varis kimin oturmağa haqqımdır. Desən o ocağı sən təqdir də edərsən, ürəyin
istədiyi kimi rəftar edərsən. Çox ədalətsizlikdir bu. Sizin kəndin Qaraqoyunlu kəndinin adını dəyişdirməsindən kəndlərin bir Deməli, rayon mərkəzi Qəmərli idi, Qəmərli. Kənd isə Qaraqoyunlu. Bu Qaraqoyunlu kəndi kiçik bir kənd idi. Sırf Azərbaycanlılar sağında Aysoru millətindən olan Qoyləsər kəndi idi. Kəndin adı belə olub. Qaraqoyunlu kəndini qonşu erməni kəndi ilə birləşdirib ümumi bir Mıxçıyan kəndi yaratmışdılar.